Akademik kimyacı Yusif Məmmədəliyevin ruhuna ithaf olunan kimya gecəsinə toplaşmışıq. Ətrafdan üzünüzə, gözünüzə nurlandırılan ışıq əslində onun elm üçün yaradıcılığı, elmi nailiyyətləri ilə tarixi Azərbaycan keçmişə, bu gün və gələcəyi üçün silinməz iz qoyan daxili şəxsiyyətlərdəndir. Bu gün gələcək olan biz uşaqlar da hər bir vətəni sevən Azərbaycanlı kimi onun ruhunu dərin hörmət və məhəbbət hissi ilə yad edirik. Huzur, hər addımız qətiyyət. Ona görə unutmur, sevir, sayır bu millət. Yusif Məmmədəliyev tarixin qürur payı. Hətta dünya üzündə yoxdur bənzəri tayı. Bütün dünya şahiddir, o ad əbədiyyətdir. Yusif Məmmədəliyev tarixi şəxsiyyətdir. Bu gündə və sabahda səni qəlbdə anarıq. Kimya bir səni adırsa, səni günəş sayarıq. Sən Sovet ordusunun düşünən beyniydin. Sənə mükafat mı gərək? Sən özün Nobelidin. Bax biz də gələcəyik, nurundan güc almışıq. Nə yaxşı ki, öyrənib biz səni tanımışıq. Mən kimyanı sevirəm, hər maddə həyat düşün. Əslində möcüzə deyil, kimyanı həyat düşün. Mən kimyager deyiləm, ruhum ona yaxındır. Həyatın kimyasında hər maddə imtihandır. Yusif Məmmədəliyev Amman külliyatına o tarixi kimya olur bu gün bütün dünyada. Yusif Məmmədəliyev Azərbaycan Sovet Kimyaçı alimi, akademik, SSR Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı işləmiş kimya elmləri doktorudur. 31 dekabr 1905-ci il Ordubad şəhəri doğumlu Yusif Məmmədəliyevin əsas elmi işləri neftin və neft qazlarının katalifik emalı sahəsindədir. O, Azərbaycanda neft kimyasının əsasını qoyub. Eləcə də o, SSR, Amerika Birləşmiş Ştatları, İtaliya, Fransa, İngiltərə, Polşa, Macaristan Xalq Respublikası və başqa ölkələrdə keçirilən qurultay, kongres və simpoziumlarda Azərbaycan elmini yüksək səviyyədə təmsil edir. Dünya kimya elminə yeniliklər gətirən akademik mütəşkilər arasında Mamonov kokteylini 2-ci Dünya Müharibəsi illərində aviasiyanın yüksək oktanlı yanacaqla təmin edilməsi üçün benzolu, propilenlə alkilləşdirmə yolu sintezi üsulunu, donmayan benzin, sanqəlinə qarışığın kəşfi, naftalan neftinin mühazirəli məziyyətlərinin üzə çıxarılması, 1950-ci ildə strateji raketlər üçün duru yanacaq yaradılmasını misal gətirmək olar. Yusif Məmmədəliyevin kəşflərinə görə 1957-ci ildə Nikita Xruşov tərəfindən Nobel mükafatına namizədliyi verildi. Lakin erməni marşal Bagramian, general Babacanyan və SSR Nazirlər Soveti sədrinin birinci müavini Anastas Mikoyan tərəfindən Nobel mükafatına verilən namizədlik sənədləri göndərilməmişdi. Səbəb isə ortaya o qoyuldu ki, ixtiralar dövlət və hərbi sirr olaraq qalsın. Dövlət Təhlükəsizlik Komitəsinin və başqa yüksək vəzifələrin etirazlarına baxmayaraq, ermənilərin gətirdiyi əsaslara başlanılır. Azərbaycan elminin bəlkə də tarixi boyunca əldə edəcəyi ən böyük uğurun üstündən 3 yüksək vəzifəli erməninin tətbiqatı ilə xətt çəkilir.
saymaqla bitməz. Yüksək oktanlı benzin və tank əleyhinə qarışığın kəşfi, naftalan neftin müalicəsinin üzə çıxarılması, strateji raketlər üçün duru yanacağın hazırlanması. O kimyaçı alim idi. Digər bir incəsənət, mədəniyyət, siyasi biliyi əslində onu hər tərəfli, rəngarəng, dünyəvi insana çevirdi. Onu ədəbiyyat üçün maraqlı obraza çevirən də beynəlxalq ölçülü statusu və böyük dünya görüşü idi. Gərək ona yanasan, keşiyində çəkətək, sən cəsur dayanasan. Heç çətin də deyil ki, oxu, öyrən, tətbiq et. Sən özünə inan, ilk özünü təsdiq et. O bənzəmir heç kəsə, ruhu necə pak idi, təpədən dırnağa tək insanlığa maya giydi. Yusif Məmmədəliyev bu torpağa can oldu, milyon qürur duyurub bu ölkədə doğuldu. Onun açdığı izdən alimlər də yol salır, yazdığı kitablardan nəsillər elmin alır. Mənim dayım babamdır, mən elə hiss edirəm. O vətəni çox sevib, mən də onu sevirəm. Mən də elə bu yolu ilk izi ilə gedirəm. Kimyaçı olmaq üçün onu örnək bilirəm. O tarixin özüdür, hər gün maraqlanır da. Bugün hər dünya onunla maraqlanır da. O elə bir dəryadır ki, insani keyfiyyətlərin, elmi ixtiraları söz ilə ifadə etmək, yeni kimya elementi kimi, nəsə kəşf etmək kimi bir şeydir. O kimyaçı alim deyil, o kimyanın özdür desək yanılmarıq. Biz daha hamılıqla Azərbaycanın dünya elminə bəxş etdiyi nadir elm xadimlərindən olan Yusif Məmmədəliyev sözün əsl mənasında bir iz naxış idi. Azərbaycan elminin butası idi. Ona bugün hər zaman biz var olduqca səmimi, içdən, məhəbbətlə anmaqda bu butaya yeni bir rənc qatır. Əslində zərrə də olsa borcumuzu ödeyirik. Onu xatırlamaqda ən əziz millət dost kimi. Yusif Məmmədəliyev dost idi elmə, insanlığa dost, inkişaf tərəqqiyə dost. Əziz dostumuz Yusif Məmmədəliyev, ruhun şad olsun. Mavi
olsa, kimya üçün dünyadır. Onun da baxışları bu gün əlimə naxışdır. Nə gözəl ki ruhumuz bu gün ondan danışdı. Yusif Məmmədəliyev, elmin çırağı sönməz. Onun kimi bir alim heyif bir daha gəlməz. Tədbirimiz yekunlaşır. Bu tədbiri daha çox elmi yox, bədii ruhla hazırlamışıq. İstədik ki, zərrə belə olsa, içimizdəki ona, Yusif Məmmədəliyev sevgisini hiss edəsiniz. Nə qədər bacarmışıq deyə bilmərəm. Biz onu bilirik ki, hisslərimiz və duyğularımız səmimi idi. Biz daha hamılıqla Azərbaycanın dünya elminə bəxş etdiyi nadir elm xadimlərindən olan Yusif Məmmədəliyevin ruhunu ehtiramla yad edirik. Gələcəyimiz əmin əllərdədir. Çünki ilk addımları sizi tanımaqdan başlayır. Yusif Məmmədəliyev, ruhun şad olsun. Bugün hazırladığımız bu tədbiri bizim adımızdan bir ərmağan olsun. Qarabağ zəfəri haqqı olub ala bilmədiyini, Nobel mükafatı kimi ruhuna ayan olsun. Qalib ölümün, qalib vətəndaşı tək.